Aprelin 11-də Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşəbbüsü, İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universitetinin təşkilatı dəstəyi ilə müasir incəsənət məkanında süni intellekt, problemlər və perspektivlər mövzusunda beynəlxalq elmi nəzəri konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbiri Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin rektoru Professor Ceyran Mahmudova açaraq bildirib ki, son zamanlar ölkəmizdə süni intellekt texnologiyalarına xüsusi diqqət ayrılır. Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt strategiyası təsdiq edilib. Bu strategiya qarşımızda mühüm vəzifələr qoyur. Konfransa təkcə Azərbaycandan deyil, müxtəlif ölkələrdən də alimlərin maraqlı məqalə və məruzələri ilə qatıldığını vurğulayan rektor deyib ki, ölkəmizdə ilk dəfə olaraq keçirilən bu konfransın əsas məqsədi mədəniyyət, incəsənət sahəsində onun ayrı-ayrı istiqamətlərində süni intellekt texnologiyalarının müxtəlif imkanlarından istifadə olunmasını geniş müzakirə etməkdir. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli çıxışında bildirib ki, süni intellekt hər an, hər saniyə cəmiyyətimizin müxtəlif sahələrinə öz təsirini göstərir və öz imkanlarını hər keçən gün biraz da genişləndirir. Akademik eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının süni intellekt texnologiyalarının tətbiqi sahəsində gördüyü işlərdən danışıb və bu sahədə beynəlxalq təcrübəyə böyük önəm verildiyini vurğulayıb. Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev konfransda çıxışı zamanı bildirib ki, süni intellekt texnologiyaları həyatımızın müxtəlif sahələrində geniş tətbiq olunur. İstər rəqəmsal dövlət texnologiyalarında, istər texnoloji proseslərdə geniş istifadə edilir. Azərbaycan Texniki Universitetinin rektoru Professor Vilayət Vəliyev çıxışında Azərbaycanda texnoloji proseslərin sürətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, artıq universitetlər tədris və tədqiqat proqramlarını müasir texnoloji proseslərə uyğunlaşdırır. Müasir dövrdə infokommunikasiya, süni intellekt, idarəetmə sistemləri, informasiya təhlükəsizliyi, radioelektron və aerokosmik sistemlər kimi sahələrin inkişafının önəmindən danışan rektor bildirib ki, bu istiqamətdə universitetlər və institutlar birgə tədqiqatlar aparmalı, yeni modelləri ortaya qoymalıdırlar. Daha sonra süni intellekt vasitəsilə generasiya edilmiş videoçarx nümayiş etdirilib. Plenar iclasda Rusiyadan, Gürcüstandan, Qazaxıstandan, Özbəkistandan, Türkiyədən, Şimali Kipirdən və Azərbaycandan konfransa qatılan alim və tədqiqatçıların məruzələri dinlənilib. Konfrans işini bölmə iclasları ilə davam etdirib. Süni intellekt alətlərinin praktikada tətbiqi nümunələri, süni intellektli gələcəyə baxış, süni intellekt alətlərindən istifadənin sosial-humanitar aspektləri mövzularına həsr olunmuş bölmələrdə Azərbaycanın müxtəlif universitetlərindən, eləcə də digər ölkələrdən həm əyani, həm də onlayn şəkildə konfransa qatılmış 70-ə yaxın tədqiqatçı süni intellekt texnologiyalarının cəmiyyətimizin ən müxtəlif sahələrinə tətbiqinə dair məruzələri ilə çıxış ediblər. Sümbül Zalova, Ceyhun Şahverdiyev, Şahin Rəsulov, Info TV.